Hər vaxtınız xeyir olsun. Rekord TV'nin efirində siyasi kod verilişindəsiniz. Bugünkü qonağım Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynovdur. Eyüp müəllim, xoş gördük sizi. Təşəkkür edirəm. Adətən tamaşaçılarımız da biz də vərdiş eləmişik ki, Eyüp müəllimlə ancaq və ancaq istehlakçılıqdan danışacağıq, istehlakçıların hüquqlarından danışacağıq. Düşünürəm ki, əslində elə bu gün də istehlakçıların hüququndan Nədən danışsanız istehlakçı ilə bağlı elə bir şey yox ki, istehlakçı. Axırda enində sonunda gəlir istehlakçıya çıxır. Bugün biz Bakıdan danışacağıq. Bugün biz bölgələrimizdən danışacağıq. Gəlin elə forumla başlayaq. Artıq sonra dünən həm də bizi narahat edən digər məsələyə də keçərik. Forumla başlayaq. Bu forum Azərbaycana nə verir, Bakıya nə verir? Ümumiyyətlə forumun əhəmiyyətindən qısaca da olsa bir bəhs eləyək, danışaq. Bəli, çox qlobal əhəmiyyəti var bunun. Qarşıya çox məsələlər qoyub. Mən onun çox kiçik bir hissəsini şərh edə bilərəm. Ümumiyyətlə, dünyada belə bir anlayış var. Davamlı inkişaf, davamlı şəhər, hətta davamlı kənd anlayışı ola bilər. Bunun mənası odur ki, indiki nəsillər elə yaşamalılar ki, gələcək nəsillərə nəsə qoyub getsinlər, resurslar qalsın. Çünki insan artır, yeryüzü məhdud bir sahədir. Davamlı inkişaf odur ki, indiki insanlar yeyib, dağıdıb, alt-üst eləyib, qutarmayın, tükəndirməyin. Gələcək nəsillərə bir şey qalsın. Bax, belə forumların mənalarından biri də budur ki, elə bir iş görmək lazımdır. Şəhərlər elə salınmalıdır ki, gələcək nəsillərə yer qalsın. Onlar da bizim kimi eyni şansla istifadə edə bilsinlər, resurslardan və s. Mənalarından biri budur. Əlbəttə, müasir şəhər salma ilə bağlı mən başqa ölkələrdə evlər görmüşəm. O evlərə ekoloji ev deyirlər. Yəni, necə deyirlər, çox böyük binalardır. Elə dizayn ediblər ki, mən məsəl üçün Manilada gördüm axırıncı dəfə belə evi. Elə dizayn ediblər, elə tikiblər ki, əksər halda günəş işığından istifadə olunur. Elə düzəldiblər onu və onun da xüsusi bir sertifikat verilibdir, evin üstə yazılıbdır. Bilinir ki, bu cür evdir. Yəni, bu kimi qlobal məsələlər həll olunacaq. Dünyada o problemdir, urbanizasiya məsələsi dünyanın ciddi problemlərindən biridir. Yəni ki, bu kimi əhəmiyyətli məsələlər müzakirə olunacaq və gözəl Bakımızda da yəni o öz əksini tapacaqdır. Çox təəssüflər olsun ki, gözəl əvəz olunmaz Bakımız, xüsusən Bakı bulvarı, mən həmişə deyirəm, dünyada elə bir gözəl bulvar yoxdur. Belə bir gözəl şəhərdə yaşamaq Allah bizə qismət edibdir. Lakin Bakımızın ətrafında çoxlu problemlər yaşanır. Keçək artıq belə deyək, söhbətimizin ikinci blokuna. O dediyim o möhtəşəm tədbirə, deməli, ev sahibliyi eləyirik. Amma həm də dünən sırağa gündən başlayan bir yağış Bakını və Bakı ətrafını belə deyək, çox bərbad vəziyyətə qoydu. Biz ürək ağrısından izlədik. Bəli, çox təəssüf. Həm sosial şəbəkələrdə yayıldı, həm mətbuatda yayıldı, həm müxtəlif insanlar tərəfindən çatdırıldı bu görüntülər. Səbəb nədir, Eyüp müəllim? Bir müddət əvvəl də belə bir yağış yağmışdı. Yenə də eyni hal təkrarlanmışdı. Təbii ki, o vaxtdan bu vaxtda elə bir böyük müddət, böyük vaxt keçməyib deyək ki, onda var idi, düzəlməli idi. Bu, bir aya, 2 aya, 3 aya, hətta 1 ilə düzələn bir məsələ deyil, mən belə düşünürəm. Çünki müxtəlif səbəblər sadalayırlar. Bakının kanalizasiya sistemi, tikililər, Bakının böyük yüklənməsi, tikililərlə, tikintilərlə və s. və ilə axır. Nədir bunun səbəbləri? Mən çox sayılı aylarla yağış yağan ölkələrə səyahət edirəm. Xüsusən Asiya ölkələrinə. Bir neçə ölkədə aylarla, 3 aylarla yağış, son yağışlar yağır. Həmişə orada izləyirəm məsələləri. Əlbəttə, onlar artıq, necə deyirlər, 100 illərdə öyrənişiblər ki, suyu necə idarə eləmək olar. Lakin Azərbaycan buna hazır deyil. Burada ciddi məsələlərdən biri Bakının kanalizasiya infrastrukturunun həddindən artıq köhnəlməsi məsələsidir. Sovet vaxtı ümumiyyətlə diqqət yetirsəniz, körpülərdir, belə şeylər elə tikilirdilər ki, sanki Sovet hökuməti özün məhv olacağını bilirdi. Elə bilirdi ki, ha vaxtsa mən olmayacağım, elə başdan getdi bir şey tikim. Elə o cürdə tikilibdir Bakının bu sahəsi, Bakının bax bu infrastrukturu. Bu, əlbəttə, ciddi məsələlərdən biridir. Yəni, infrastrukturun həddindən artıq köhnəlməsi və digər tərəfdən burada istehlakçıların da günahı var. İstehlakçıların da günahında elə mənim də orada günahım var. İstehlakçıları yaxşı maarifləndirə bilməmişik. Biz görürük ki, həyətləri, evləri də su basır.
həyətlərdən insanlar hay vurur ki, su apardı bizi və s. Tez-tez bunu yaxşı pressa var. Burada günahı odur ki, isteğlayıcıların günahı odur ki, onlar bilməlidirlər harada biz ev tikirik, harada bu məskunlaşırıq. Həmişə məşhur böyük şəhərlərin, paytaxtların, xüsusən MDB məkanında ətrafı onun qida təminatı bir strukturuna çevrilir. Bakının ətrafında safxozlar vardı, südçülük, bir də safxoz vardı, südçülük var idi. Abşeronda böyük heyvandarlıq təsərrüfatları var idi. Böyük şəhəri qida ilə təmin etmək üçün. Bəli. Lakin sürətlə onlar məhv olundu. Yerlər hamısı, kənd təsərrüfatı yerləri paylandı əhaliyə. Şübhəsiz ki, orada qeyri-qanuni çoxlu əməllər olubdu və isteğlayıcılar, belə deyək də, insanlar getdilər biri təpənin üstündə, biri nə bilim harda, getdi bir ev tikdi, sonra başladılar bağırmağa, hökumətə şikayət eləməyə ki, mənə kanalizasiya çəkin, mənə işıq çəkin. Bu doğru deyil belə yanaşma. Bax, belə yanaşmaların qeyri-rasional olması, insanların düşüncəsinin, yanaşmasının bu cür olması əlbəttə gətirib ki, bu günləri o vəziyyətə çatıb ki, evləri, həyətləri su basır və kanalizasiya işləri, o işlərsə yüngül bir işlər deyirlər, onlar ağır işlərdir. Onları çatdırmaq olmur. Məsəl üçün, bu günləri mənə Xırdalandan bir 3 dəfə zəng gəlib ki, bəs evimizi, padvalımızı su basıbdır və biz neyniyək? Mən deyirəm, balam, siz onu alanda fikirləşməliydiniz. Nətər almışsınız? Deyir, nə bilim, maklerdən aldım və s. Yəni, demək istəyirəm, insanların yanaşması səhv olub illər boyu. Və təəssüf ki, bu günlərdə davam edir. Bütün bunlardan qaynaqlanır. Əlbəttə, suyun idarə edilməsi məsələsi də diqqətli olmalı. Məsəl üçün, mən Yeni Zelandiyada yağış suyunun mükəmməl idarə olunmasını görmüşəm. Baxmayaraq, ora kifayət qədər su ehtiyatları olan bir ölkədir. Lakin evlər, ailələr, fərdi adamlar yağış suyunu toplayırlar. O hovuzlarda, cürbəcür yerlərdə geniş istifadə edirlər. Məsəl üçün, mənə çox xoş gəlib o. Bizdə isə çox təəssüflər olsun, gözəl şəhərimizdə içməli suyuna avtomobil yumaq biznesi sürətlə inkişaf edir. İçməli suyun özünə qənaət yoxdur. Məsəl üçün, mən sizin efir vasitəsilə bəlkə də ürəyimdən keçən bir şey də demək istəyirəm. Bəlkə də hamının mənə acıq tutacaqdır. İçməli suyun qiymətinin artırılmasını mən tərəfdarıyam şəxsən. Çünki suya qarşı əhalinin çox biganə mövqeyi var. Və əhali düşünmür ki, biz gələcəyin su probleminin ən gözəl günlərini yaşayırıq. Mən Dünya Su Konqresinin iştirakçısı olmuşam. Orada suyun nə olduğunu, bir ilahi, necə bir maddə olduğunu dərk eləmişəm. Ona görə mən bu sözü deyirəm ki, əhali su ilə davranma mədəniyyəti dəyişməlidir. O cümlədə yağış sularının idarə olunması məsələsi gərək gündəmdə olsun. Bütün bunlar gətirir, hamısı çıxarır belə anormal vəziyyətlərə, çox təəssüflər olsun. Elədir. Mən bayaqları dediniz ki, insanlar gedir bir təpənin başında bir ev tikir. Mənim nə yadıma düşdü? Təxminən 2000-ci illərin əvvəllərində Bakı ətrafında açıq elə rayonların adlarından demək istəyirəm. Binəqədi tərəflərdə, yanılmıramsa, böyük göllər var idi. O gölləri hardansa torpaq gətirdilər, doldurdular. Onun üstündə o torpaqları satdılar. İnsanlar oradan aldı. İndi ora kim sənət verdi, onu mən bilmirəm. Evlər tikdilər və həmin o evlər də bax indi yenə də yağış yağan kimi bunun suları üzə çıxır. Və siz demişkən doğrudan da əgər şəhər, gəlin onu da bir müzakirə eləyək. Şəhər əgər başdan ayağa betonlaşdırılıb, asfaltlaşdırılıbsa, bu su yağış yağanda getməyə yer tapmırsa, bu təbii ki, həmin asfaltın beton üstündən axmalıdır. Düzdürmü? Bəli. Bax, bunu necə indi artıq gecdir bunları həll eləmək, yoxsa çıxış yolu var? Burada sizin dediyiniz ki, o başladınız ki, ətrafda, burada insanların acıgözlüyü, gözlü olmazlığı da mən önə çəkmək istəyirəm. Hələ sözünüzü unutmayın, hələ biz Bakı ətrafından danışırıq. Hələ bölgələrdə nələr olur, onlardan da danışacaq. Bəli. Bunun düzəlməsi o qədər də asan məsələ deyil. Dediyim kimi kanalizasiya məsələləri həll olmalıdır. Yaxşı ki, Allah bizə Xəzər dənizi kimi bir gölü qismət eləyib ki, bir axıtmaq yerimiz var. Düşünürəm ki, burada insanların su ilə davranma mədəniyyəti, eləcə də kanalizasiya məsələlərinə davranma mədəniyyətində böyük problem var. Məsəl üçün, mən getmişəm, xüsusi avtomobillər var, kanalizasiya xətlərində xüsusi quyular var, onu təmizləyən avtomobillər var. Gedib onun yanında dayanmışam. Kanalizasiya quyularına elə şey çıxır ki, heyvan bağırsığı çıxır, cəmdə çıxır.
İnsanlar yaxşı başa düşmürlər ki, bunu atmaq olmaz bura. Avtomobilin yanında dayandım, məhdəl qaldım. Dedim, insanlar niyə belə davranırlar kanalizasiya xətlərinə? Sonra da deyirik ki, Bunlar hamısı kanalizasiya gətirir, tutuldu. bəli. Tutulacaqdır. Əlbəttə, çox yerdə biz görürük ki, daşır kanalizasiya. Bəli. İnsanların bax bu mədəniyyətinə, bu mədəniyyətsizliyinə son qoyulmalıdır. Ona görə deyirəm, mənim də günahım var ki, mən istehlakçıları yaxşı mərifləndirə bilməmişəm. Tək sizin də işiniz deyil axı. Adam gələk özündə də bir məsuliyyət hiss eləsin. Bəli, əlbəttə. Ölkəmizi gərək ümumiyyətlə siz də yaxşı bilirsiniz. Bir kralın, bir baş nazirin öz ölkəsi üçün gözəl fikirləri ola bilər. Ancaq onu cəmiyyət dəstəkləməzsə, onun ailəsi dəstəkləməzsə, o xəyal pulov olar, onun başında qalar. Ailə də elədir. Gərək cəmiyyət qaldırılan məsələ, bax bu forum keçirilir, bunun nəticələri gərək insanlar yaxşı dərk eləsinlər. Öz həyatlarında onun tətbiqini görsünlər, bir davranışlarına dəyişiklik yaparsınlar. O cümlədən bax bu suyun idarə olunması, kanalizasiya məsələləri, yağış sularından istifadə olunması barədə yaxşı düşüncələr olmalıdır. Proyektlər olmalıdır ki, bu vəziyyət dəyişir. Yəni insanlar dəstəkləməlidir. Mütləq bir yaxşı fikir bir ailə başçısı tərəfindən qaldırılarsa, ailə üzvünü dəstəkləməzsə, o iş baş tutmaz. Yəni hamı dəstəkləsin yaxşı şey, bəli. Bugün daha çox müzakirə olunan məsələlərdən biri də mənim. Bizim bölgələrdə, hətta Bakıya yaxın rayonlarda torpaq sahələrinin sürətlə yaşayış yerlərinə, yaşayış məntəqələrinə çevrilməsidir. Əgər burada biz desək ki, hə, filan yerdə bir kənd salındı, qəsəbə salındı, bu ayrı məsələ. Amma insanlar gedir hektarlarla örüş yerlərini və yaxud kimisə pay torpağını alır, orada özünə bir imarət tikir və həmin imarətdə də heç bəlkə də yaşamır. Məni çox ağırdır o. Mən regionları gəzirəm daim. Çox adi, yəni illər boyu bir orta bir kənd həyatı keçirmiş insanların arasında, evlərin arasında görürsən bir imarət uzaldılıbdır. Heç kəs yaşamır burada və s. Məni çox ağırdır məsələlər. Çox ağır bir məsələ və üstəlik, məsəl üçün şəhərimizin Bakının özünə qayıtsaq, oradan gecə mərkəzi küçələrindən get, bir çox yerlərdə görürsən ki, işıqlar yanmır, dəvələrlə getkən, deməli alıblar, saxlayıblar. Bu insanların acgözlüyündən, artıq tamamlığından baş verir. Bayaqlar axı biz dedik ki, bu davamlı inkişafdan danışırsa, gələcək nəsillər barədə düşünürüksə, mənim imkanım var deyin, hər şeyi qarmalayıb, acgözlü eləyib saxlamaq lazım deyil. Mən təklif edirəm ki, kim ki, bax, xüsusən regionlarda elə yerləri götürür, zəbt eləyir, tikirlər, Allah özlərinə xeyr etsin, istifadə eləmirlərsə, onlara çox böyük vergi qoyulmalıdır. Və o gələn vergidə o kəndin özünə sərf olunsun. Oranın işıq, qaz, su məsələlərin bu kimi məsələlər bir rıçaqlar olmalıdır. Yoxsa şükür Allah, varlı insan çoxdur Azərbaycanda. Gedirlər, zəbt eləyirlər, adam baxır, məəttəl qalır, deyir, baxıb görsən heç orada artizan da işləmir. Heç onlar kəndə bir tövbə də vermirlər. Bu məsələlər həll olunmalıdır. O kəndli nəsil bə nəsil orada yaşayıb, onun gələcəyinə, öz balalarına, yaxınlarına bir yer qoyub getməlidir. Belə acgözlük olmaz. Belədir. Valla indi siz məndən daha yaxşı bilirsiniz və xatırlayırsınız. Eyüp, Sovet vaxtı Bakı kəndlərindən bağ evləri var idi. O bağ evləri sadə, belə deyək, bir otaqlı, iki otaqlı, sadə belə tiklərdi. Çünki bu yay üçün cəmaat orada yaşayırdı. Həm onun bağın sahibi yaşayırdı. Amma indi Bakı kəndlərində çox böyük, ağır, mərtəbəli, hündür mərtəbəli binalar, daşlaşdırıblar, betonlaşdırıblar. Bu bağdırsa bunun ətrafı açıq olmalıdır. Bizim bir dostumuz var, siz də tanıyırsınız. Əməkdar hüquqşünas ağsaqqal İkram müəllim Kərimov, İkram müəllimin mən bağına getdim. Rayonların birində onun bağı var. Mən də getmişim. Keçmişsiniz həmin bağa? Getmişəm buradakı bağa. İkram müəllim deyir ki, məsələn, deyir ki, mən burada deyir, bu bağda mən hasar düzəltmədim burada. Sadəcə bir tordan bir hasar kimi düzəltdim ki, hava işləsin. Çünki mən hasar çəkəndən sonra bağ olmur artıq. İndi onun sözü olmasın. O mənada insanlarımız da siz demişkin, gərək o şeyləri nəzərə alsınlar. Fikirləri nəzərə alsınlar. İnsanlar gözü tox olsunlar, acı gözü olmasınlar. Yəni, mən elə şeylər baxandan doğrudan yazığım gəlir. Yaşlı adamdır, bir də görürsün, getdi özünə bir bağ aldı. Amma əlində pulun varsa, get bir, məsələn, sizin səyahət eləməyiniz, sizin müxtəlif ölkələrdən, o gəzintilərdən şəkillər paylaşmanız, mən həmişə izləyirəm. Hə də yeri gəlmiş. Yəni, məsəl üçün,
Mənə Bakı yaxınlığında, mənim bağım yoxdur, siz bilirsiniz. Xruşovkada yaşayıram, özümü çox rahat, xoşbaxt hiss edirəm. Qohumlardan biri torpağından mənə pay vermişdi. Evlatlarımla məsləhətləşdim ki, bu torpaqda biz köməkləşəyim. Hamısı dedi ki, nə edirsən bağı? O pulu varsa toplaşaq, gəz dünyanı, gəz harada xoşuna gedib orada təhəngin yanında uzamanda nə tapacaqsan. Və ona görə də yəni mən bir xüsusi bunu fəxrlə demirəm. Şəxsən yoxdur, evlatlarımın da yoxdur, heç meylləri də yoxdur. Yəni imkan oldu, xeyirxahlıq elə gələn, böyle özün üçün gəz, dünyanın hər yerində yaxşı yerlər var. Yəni bir bağım var, birində alın, bir evim var, birində alın. Bu nəvəm üçün alın, bunu nəvəmin oğlu üçün, qızı üçün alın. Çox böyük səhvdir o düşüncə. Bax, həmin o yenə dayanıqlı şəhər məsələsi də yönətəcək ki, gələcək nəsillərə biz insanlar bir şey qoyub getməliyik. Onlara bir nəfəs almağa bir yer qoymalıyıq. Xoş miras qoymalıyıq. Bəli, bir torpaq qoymalıyıq onlara. Yazıq deyirlər, bəs onlar harada yaşayacaqlar? Axı bizim nəsillər də artacaq, onlar da bir yerdə bir məskunlaşmaq istəyəcəklər. Zəft eləyək, nə olacaq bunlar? Mən çox o Axırıncı Aşırın filmində deyir, Kərbəlaya çox ölkələrin torpağını tapdalamısınız. İndi onun söz olmasın, çox ölkələrin torpağını keçmişsiniz, ayağınız dəyib. Hansı ölkələrdə, hansı şəhərlərdə olanda demişsiniz ki, kaş bundan bizdə də olaydı, Azərbaycanda da olaydı. Məsələn, ya xalqın, ya cəmaatın, oranın yerli sakinlərinin hərəkətləri, ya orada quruculuq işləri və s. və ilə. Məsəl üçün, mən Yeni Zelandiyanın Auckland şəhərində gördüm ki, böyük bir ərazini, torpağı, şəhərin içərisində çox sıx bir şəhərin, böyük bir ərazini varlı bir adam hədiyyə eləyib bələdiyyəyə. Aha. O qədər fəxrlədim, dedim, insana bax, ürəyinə bax, yanan gör. Gör, nə gözəl iş görübdür. O, xatırımdan çıxmır. Məsəl üçün, mən istəyərdim ki, elə şeylər olsun. O, regionlarda gedib, o, hər yer hasarlayan insanlar, onlar bir şey eləsin, hədiyyə eləsin o cəmaata. Neynəyəcəkdir bunu eləyib? Əvvəllər olurdu tez-tez. Məsələn, Qazaxdakı o köhnə Qori seminariyasının demək, Qazax filialını, məsələn, o binanı o vaxt hədiyyə eləmişdilər. İndi də orada bizim ali məktəblərdən birinin filialı yerləşir. Bax, hədiyyə belə deyil, mədəniyyəti niyə inkişaf eləmir? Niyə sürətlə getmir? İnsanlar varlanıb Azərbaycanda, şükür Allah, hamı yaxşı yaşayır. Niyə bu hədiyyə mədəniyyəti bir sürətlə eləmək? Həm də səvabdır. Mən məsəl üçün elə ölkələrdə görürüm. Məsəl üçün tutaq ki, Manila sıx bir şəhərdir. Çox sıx bir şəhərdir. Lakin hiss edirsən ki, insanlar da əhalidə, Filippin əhalisi çox kasıbdır. Bütün dünya işçi ixrac eləyir. Lakin insanlar özlərinin elə kiçik şeydə elə xoşbəxtlik hiss edirlər. Məəttəl qalmışam. Məsəl üçün bir adət var. Əgər ailədə, böyük bir ailədə bir nəfər işləyirsə, hamı çox rahat onun maaşından gen bol istifadə edir. Və heç kəsə də qızıq yaratmır. Sanki belə bir adət var burada ki, heç kəs oradan qızıqlanmır ki, bir nəfər işləyirsə, o birisi də işə düzələrsə, o da qoyur qazancını ortalığa. Çox rahat, stressiz yaşayırlar. Və necə deyirlər, gözləri də orada burada deyil ki, zəbt edir falan, düzdür, ada ölkəsidir. Məsəl üçün, Asiya ölkələrindən düşünürəm ki, həm yağış sularının idarə olunması məsələsində, həm də insanların sadə həyatı azgözlükdə nisbətən uzaq olma bir hisslərindən düşünürəm bizim gözəl ölkəmizdə də bir örək ola bilər. Bir də görürsünüz, məsələn, bu həyat evlərində daha çox nəzərə çarpır. Ailənin, deyək, 4 üzvü var. Atadır, anadır, oğuldur, qızdır. Valla mən görmüşəm, bunu şahid olmuşam. 4 dənə də avtomobilləri var, 4 avtomobil alırlar. İndi son vaxtda bu parklama məsələlərində biraz ciddiyyət artıb. Şikayət artıq eləyir bəzi dostlarımız. Kaş əvvəllər, məsələn, tutaq ki, 1 kilometr, 2 kilometr məsafəyə əvvəllər maşınla gedib, öz avtomobillə gedib gəlirdim. İndi məcburam avtobusla gedim. Niyə? Çünki orada avtomobilimi saxlamağa yer yoxdur. İndi onun ucbatından artıq avtomobili də sürmürlər. Yəni avtobusla, ictimai nəqliyyatla gedirlər. Deməli, onda inzibati qayda lazım idi ki, avtomobili hər yerə sürməyək. Bunu bir dəfəlik başa düşək ki... Məsəl üçün, mənim getdiyim ölkələrin birində beynəlxalq qurum
bir şərait yaradım insanlara ki, hər kim avtomobillə gəldi iş yerinə öz qonşusunun yaxını götürsün avtomobilinə gətirsin. Onlar üçün bir güzəşt müəyyən eləyibdi beynəlxalq kurum. Çox xoşum gəldi o işdən. Və üstəlik avtomobil məsələsindən söz düşmüşkən, bütün bax o acıgözlüyün köklü səbəbi var. Fikirləşin, görün. Sizin ailənizdə, yaxınlarda uşağın nə qədər oyuncaq avtomobili var. Mən Eyüp Hüseynov evindəki qalstuklara baxanda ürəyim bulanır. Öz-özümə nifrət eləyirəm. Çoxdur. Çoxdur. Deyirəm, niyə beləmişəm mən? Nəyə lazımdır bu? Məsəl üçün, mən nəvələrin birini öyrətmişdim. Elə sonra o birilər də elə davam elədilər. Lap balaca vaxtından. Adətən uşaqla dükana gedəndə, bir oyuncaq almaq zad istəyəndə əlini onu atır, bunu atır. Bir dəfəlik birinə ilk dil açanda bir dənə sözü öyrətdik, bir dənə. Bir dənə aldı, qutardı, getdi. İkinci şeyə meyli yoxdur. Bax, elə o acıgöz ki, uşaq böyüdürük. Nə qədər desən, avtomobili qılacaq olur. Mənim kimi çoxlu qalstuk alırıq. Böyüyəndə də həmin şey davam edir. Şura oturur. Elədir. Yeməm, çox sağ olun. Sağ olun. Minnətdaram sizə. İndi yadıma düşdü. Şəhər Arxitektura Komitəsinin, Arxitektura Memarlıq Komitəsinin sədri Anar müəllim deyəsən bu günlərdə bir açıqlama verib ki, mən nə vaxt, neçə ildir Bakıda yaşayıram, amma Bakıda belə yağış görməmişdim. Düzdür, yağış doğrudan da 2 günə yaxın yağdı, dayanmadan yağdı, leysan xarakterli idi. Amma düşünürəm, hər halda artıq neçənci dəfədir bu. İllər uzunda bu proses davam eləyir. Gərək siz demişkən, artıq hökumət bir qərar qəbul eləsin. Ölkə rəhbəri, cənab prezident də müşavirədə bu ilin yanvar ayında müşavirə keçirdi şəhərdə su təchizatından bağlı. Orada da artıq müvafiq göstərişlər verdi. Yəqin ki, bir əncam çəkilməlidir, çünki başqa yolu da yoxdur. Təbiət hadisələri proqnoz olunmayan hadisələrdir, zəlzələ kimi bir şeydir. Yəni, bilmək olmaz ki, nə qədər yağacaqdır, ortaq yağıntı miqdarı var. Herhalde məmurlar da işlərinə vicdanla yanaşmalıdırlar. Yollar çəkiləndə o kanalizasiya hər bir insan hər şeydə diqqət olmalıdır. Mən dediyim kimi, kanalizasiyanı dolduran adam əlbəttə həyəti su ilə dolacaqdır. Başa düşməli ki, mənim də burada bir tövfəm var bu həyətimin su ilə dolmasında. Mən bilmirəm, indi yolların çəkilməsindən bəzən danışırlar ki, yollar da çox əndirabadi, yenidən asfaltlananda çox şeylər nəzərə alınmır. Deyək ki, o dediyim kimi, o kanalizasiya quyuları nəzərə alınmır. Yolun kənarında selavlar deyirlər, yağış sularının axması üçün o kanallar açılmalıdır, onlar nəzərə alınmır. Bunlar da düşünürəm çox önəmli məsələlərdir. Evlər tikirlər, kanalizasiya xətlərin üzərində falan, bunlar hamısı səhvlərdir. Elədim. Çox sağ olun, Eyüp müəllim. Sağ olun, biz əslində tək hesab edirəm ki, hər bir insan dərk eləməlidir ki, tək öz ölkəsinin vətəndaşı deyil, həm də dünyanın vətəndaşıdır. Yəni, biz tək bir iş görəndə, hansısa bir nalayiq iş görəndə bunu həm də bəşəriyyətə ziyan kimi qəbul eləməliyik. Mən elə düşünürəm. Bəli, çox doğru. Var olasınız. Çox sağ olun. Minnətdaram sizə. Təşəkkür edirəm, sağ olun. Siz Rekord TV-nin efirində siyasi kod verilişinə baxdınız. Mənim qonağım Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov idi. Sağ olun, salamat qalın.